Bu ilin yanvar ayı ərzində xarici ölkələrdən Azərbaycana 20.059,75 ton AE95 markalı benzin ixal olunub. Yenabaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixal olunan benzinin gömrük dəyəri 17.408,5 min dollar olub. Apardığımız hesablamalar göstərir ki, yanvar ayında ölkəyə gətirilən AE95 markalı benzinin 1 litrinin gömrük dəyəri 66 sentə bərabər olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə bu ilkindən təxminən 2 dəfə az 10,3 min ton AE95 markalı benzin ixal olunub və 1 litrinin gömrük dəyəri 63 sent olub. Qeyd edək ki, Azərbaycan bu ilin yanvar ayında AE95 markalı benzini bu ölkələrdən ixal edib. Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Azərbaycandan Ermənistana 1743,22 ton AE95 markalı benzin ixrac edilib. Ermənistana satılan AE95 markalı benzinin 1 litrinin orta gömrük dəyəri isə 87 qəpik olub.